Yəni mənə həmişə bu sual verilib, yaxşı, biz başa düşdük, bəzi insanlar yəni doğru görmə qabiliyyəti var və deyirlər ki, yaxşı biz görürük, sən faktları qoyursan ortaya, amma biz başa düşmürük. Yəni nəyə görə bu ruslar bunu eləsin və indi də desinlər ki, bunlar ruslar bunlara düşmən olub. Baxın, Türkiyə qurulmaqla Osmanlı dağıldı. Yəni Osmanlı bir imperiya olaraq onsuz da zəifləmişdi, amma türklərin içəridəki fəaliyyəti nəticəsində, separatçı hərəkatları nəticəsində Osmanlı tamamilə dağıldı. Yəni türk separatçılığı Osmanlını içəridən dağıtdı. İndi də deyirlər ki, nə bilim ərəblər bizə xəyanət elədi, filan kəs xəyanət elədi, ayrıldı. Qardaş, Osmanlıya ən böyük xəyanət edən türklərdir. Yəni türklər bu Osmanlının düz göbəyində bu Türkiyə Respublikasını yaratmasaydı, bəlkə də Osmanlı yaşayacaqdı, yaxşı pis yaşayacaqdı. Yaxşı, bu ruslar bundan nə əldə etdi? Böyük bir imperiyanın tarixi çökdü. Şərqi Avropa türklərdən təmizləndi. Həmçinin Osmanlıdan təmizləndi. Yəni yavaş-yavaş Osmanlı məsələsi ortadan yığışdırıldı və sonradan Sovetlər Birliyi gəldi, Şərqi Avropanı işğal elədi. Düzdür, bu işğal yəni birbaşa Sovetlərin tərkib hissəsi kimi getmirdi, amma sovetləşdirdi. Yəni öz milli siyasətini, öz sosialist siyasətini kommunizmə yeritmiş oldu bu ölkələrə. Çexoslovakiyadır, digər keçmiş bir çox ərazilər keçmişdi Osmanlıya aid idi. Əvvəlcə o zonanı tamamilə bu Osmanlı xəttindən təmizlədi. Daha sonra öz siyasi kimliyini ora yeritdi. Həmçinin baxın Qafqazda və Mərkəzi Asiyada əsas güclər kim idi? Qafqazda əsas güc Osmanlı və İran idi, təsir edici güclər idi. O İranın birbaşa təsiri var idi, Osmanlının da dolayı yolla təsir imkanları var idi. Mərkəzi Asiyada da biz baxırıq, İranın güclü bir təsiri var, həmçinin Çinin təsiri var idi. Yəni bura və nə oldu? Osmanlı ilə bərabər İran və Çinin Mərkəzi Asiyada, həmçinin Qafqazda təsiri sıfıra endirildi və bunlar da Sovetlərin ərazisinə çevrildi. Yəni burada da qalib gəldilər. Yenə də kimlərdən istifadə etdilər? Türkçülükdən və türklərdən. Və bütün bu respublikalar nəyə görə yaradılıb? Çox sadədir. Yəni ruslar